Prezident İlham Əliyevin Qazaxstana səfəri bir sıra maraqlı məqamlarla yadda qaldı. Dövlət başçısını aeroportda Qazaxstan prezidenti şəxsən qarşıladı, şəxsən də yola saldı. Dövlət başçısı da Cənubi Qafqazda sülh yolunda əldə olunan ən önəmli irəliləyişlərdən birini məhz Astanada açıqladı. Səfərdə başqa hansı önəmli hadisələr baş verib? Səfəri yerində izləyən şef redaktorumuz İbrahim Kamiloğlu'nun dilindən eşidək. Oktyabrın 20-sində Qazaxstanın paytaxtı Astananın beynəlxalq aeroportunda xüsusi canlanma var idi. Şəhər Azərbaycandan olan ali qonağı, eyni dinə, eyni tarixi kökə malik Türk dünyasından gələn lideri qarşılayırdı. Hava limanında fəxri qarovul son məşqlərini edirdi. Çünki qardaş ölkənin liderinin qarşılanmasında hər şey mükəmməl olmalıydı. Və budur, Prezident İlham Əliyevin təyyarəsi hava limanına inir. Dövlət başçısını Qazaxstan prezidenti Kasım-Jomart Tokayev aeroportda şəxsən qarşılayır. Bu da Azərbaycan prezidentinə olan dərin hörmətin bariz göstəricisidir. Çünki Qazaxstana gedən dövlət və hökumət başçılarını Kasım-Jomart Tokayev prezident sarayında və ya səfərin məğzuna uyğun hansısa məkanda qarşılayır. Aeroportdakı qarşılanmanı isə baş nazir, xarici işlər naziri və ya hər hansı digər rəsmi şəxs edir. Tokayev isə yalnız dünya siyasətində öz sözünü demiş, Qazaxstanla da yüksək müttəfiqlik münasibəti olan ölkələrin liderlərini birbaşa aeroportda qarşılayır. Şəhər istiqamətində hərəkət etdikdə də iqliminə görə ən soyuq paytaxtlardan hesab edilən Astanada isti ab-hava hiss olunurdu. Yol boyu iki ölkənin bayraqları asılmışdı. Kəsişmələrdə isə Azərbaycan Respublikasının prezidenti, zat-i aliləri cənab İlham Əliyev Astanaya xoş gəlmisiniz yazılmış lövhələri var idi. Hətta şəhərin görkəmli yerindəki ən hündür binalardan birinin üzərində də Azərbaycan bayrağı əks olunurdu. Səhəri gün isə tezdən Akkorda prezident sarayında Azərbaycan liderinin rəsmi qarşılanma mərasiminə xüsusi hazırlıq görülürdü. Bayraqlar zala yerləşdirilib, fəxri qaravul son məşqlərini edir. Hər iki ölkənin nazirlərinin və digər rəsmilərin zala daxil olması isə az sonra tədbirin başlayacağını göstərirdi. Tədbir başlayır. Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi xüsusi ehtiramla qarşılayır. Prezident İlham Əliyev də Azərbaycan və ümumilikdə region üçün ən vacib yeniliyi məhz Qazaxstanda açıqladı. Görüşlərdən sonra verilən birgə bəyanatda Ermənistana olan tranzit daşımalarla bağlı məhdudiyyətin aradan qaldırıldığını, Azərbaycan ərazisindən Ermənistana çatdırılan ilk yükün də məhz Qazaxstan taxıl olduğunu bildirdi. Bu da təbii ki, Qazaxstana, onun liderinə və xalqına olan hörmətin iki ölkə arasındakı münasibətlərin nümunəsidir. Elə avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılaşmadan sonra Prezident İlham Əliyevə ilk zəng edərək təbrikini çatdıranlardan biri də Qazaxstanın dövlət başçısı olmuşdu. Prezident İlham Əliyevin yola salınması da digər dövlət başçılarından fərqləndi. Kasım-Jomart Tokayev dövlət başçısını hava limanından da özü yola saldı. Prezidentin bu səfəri göstərilən dərin hörmət bir daha sübut edir ki, Azərbaycan və Qazaxstan təkcə dost dövlətlər deyil, həm də Azərbaycanlılar və Qazaxlar qardaş xalqlar və millətlərdir. İbrahim Kamiloğlu, Vüsal Cəfərov, Xəzər xəbər.